Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Əmmə ba'd. Deməli, biz keçən dəfə parçalanmaqlardan danışdıq. Firqələrdən danışdıq, parçalanmalardan danışdıq və ümmətin parçalanmasının dinimizdə qadağan olunması, bundan çəkindirilməsi haqqında danışdıq. Və həmçinin buna dair dəlillər də götürdük. Birinci, Qurandan olan dəlilləri götürdük. Bəzilərini. Çoxdur dəlillər. Bəzilərini götürdük ki, Quran-ı Kərimdə Allah Azze və Cəllə müsəlmanları birlik olmağa təşviq eləyir, parçalanmadan çəkindirir, parçalanmanın acı aqibətindən xəbər verir və bunun zülm, böyük günah olması və sonunda cəhənnəm əzabı ilə cəzalandırılması haqqında xəbər verir. Çəkindirmək üçün. İndi isə ikinci olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin pak sünnəsindən olan bəzi dəlilləri qeyd eləmək istəyirəm. Birinci hədis İrbəd ibn Səriyə radiyallahu anhunun hədisidir. Və fihi qavluhu sallə binə Rasulullahi sallallahu aleyhi və səlləm zətə yevmin thumma aqbələ aleynə. Və orada deyir ki, İrbəd ibn Səriyə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bizə namaz qıldırdı. Thumma aqbələ aleynə. Sonra bizə tərəf yönəldi. Fəva'ədənə məv'idətən bəliğə. Və bizə çox bəlağətli, çox gözəl bir şəkildə muizə elədi, nəsiyyət elədi. Zərafət minhəl uyun və vəcilət minhəl qulub. Bu muizənin təsirindən gözlər yaşardı və qəlblər qorxuya düşdü. Fəqalə qail, insanlardan biri belə dedi. Ya Rasulallah, ey Allahın Rəsulu, kəənnə hədihi məv'idətü müvəddi'in fəmədə tə'həd ileynə. Ey Allahın elçisi, bu sanki vəda edən bir kəsin nəsiyyəti kimidir, muizəsi kimidir. Bizə nə nəsiyyət eləyirsən, nə əhd eləyirsən? Fəqalə sallallahu aleyhi və səlləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Usikum bitəqvallah və səmi' və ta'ati və in abdən həbəşiyyən. Mən sizə Allaha təqvalı olmanızı, hətta həbəşi bir kölə olsa belə rəhbərinizə eşidib itaət etməyi tövsiyə edirəm. فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ بَعْدِ فَسَيَرَ اخْتِلَافًا كَثِيرًا. Həqiqətən sizlərdən məndən sonra kim yaşayacaqsa çoxlu ixtilaflar görəcək. فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الْخُلَفَاءِ الْمَهْدِيِّينَ الرَّاشِدِينَ. Mən sizə mənim sünnətimdən və Raşidi və Mehdi olan xəlifələrimin sünnətindən tutunmağa tövsiyə edirəm. Və burada da yəni qısa olaraq onu deyim ki, bu hədisin şərhində alimlər deyir ki, burada Peyğəmbər sallallahu aleyhi və səlləm öz xəlifələrini Raşid və Mehdi olaraq adlandırır və onlara sifətləndirir bu cür. Yəni Mehdiyyun nə deməkdir? Yəni hidayət üzərində olmaq, elm cəhətdən. Və Raşid də odur ki, əməl cəhətdən də haqq üzərə olmaq. Yəni Raşidi xəlifələr həm elm cəhətdən, həm də əməl cəhətdən haqq üzərə olublar. Doğru yol üzərə olublar. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem onların yolundan tutunmağa tövsiyə eləyir və bu iki sifəti də, bu iki vəsfi də onlarda olan iki vəsfi də xatırladır ki, bax bu şeylərə görə, bu özəlliklərə görə yəni. Sonra buyurur davamında təməssəku bihə və addu aleyhə bin nəvaciz. Bundan tutunun və buna sarılın və bundan ağzı dişlərinizlə yapışın. Birinci deyir təməssəku bihə, bundan tutunun. Sonra deyin və addu aleyhə bin nəvaciz. Ağzı dişlərinizlə dişləyərək, yəni yapışaraq, möhkəm bir şəkildə bundan tutunun. Və iyyəkum və muhtəsətil umur. Mən sizi sonradan çıxarılmış, dində sonradan çıxarılmış yeniliklərdən çəkindirirəm. Fə innə kullə muhtəsətin bid'a və kullə bid'atin dalalə. Həqiqətən hər bir yenilik bidətdir, hər bidət də azğınlıqdır. Subhanallahil azim. Hədisin əzəmətinə baxın qardaşlar. Bax, şeyx deyir ki, bax bu hədisdə müsəlmanların cəmaatına tutunmağın və sünnəyə yapışmağın, sünnədən tutunmağın, müsəlmanların cəmaatına tutunmağın, onlara bağlı olmağın əmr olunması açıq aydındır. Açıq aydındır burada əmr, düzdür? Və eyni zamanda bununla yanaşı, bunun əksi olan bidətlər, parçalanmadan da çəkindirilmə açıq aydındır. Və dində yeniliklər, bidətlər çıxarmağın qadağan olması açıq aydındır.
Və eyni zamanda şək yoxdur ki, dində parçalanma, müsəlmanların parçalanması dində yeniliklərdən biridir. Bax, bəzi bidət firqələr dində parçalanmanın özünü rəhmət olaraq adlandırırlar. Deyirlər ki, bu gözəldir də, rəhmətdir. Fərqli ixtilaflar var, bu fərqli yolla gedir, bu fərqli yolla gedir. Amma əsas odur ki, hamımız Allaha ibadət edirik. Hamımız bir yola gedir. Xeyr, elə deyil. Biz keçən dəfə dedik nədir? Bəşəriyyətdə əsl olaraq Allah Azza və Cəllə cəmaat olmağı qoyur. Əsl olaraq bəşəriyyətdə cəmaatdır, birlikdir. İxtilaflar sonradan çıxır. Düzdür? Və eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləmin son Peyğəmbər olaraq, son şəriət olaraq İslam şəriətində birliyə təşviq edib. Birliyi öyrədib və bunu tətbiq edib. Bax, mücərrədən Peyğəmbər sallallahu aleyhi və səlləm buna təşviq eləmir. Eyni zamanda bunu tətbiq edib. Peyğəmbər sallallahu aleyhi və səlləm öz zamanında səhabələri üzərində bunu tətbiq edib. Səhabələri bir yumruq kimi edib. Bir cəmaat edib. Bir yol üzərə edib. Və bu da onun açıq aydın nümunəsidir ki, bu dində sonradan artıq parçalanmalar çıxartmaq, yeniliklər çıxartmaq nədir? Bidətdir. Parçalanma özü bidətdir. Və eyni zamanda həmən o bidətləri də azğınlıq olaraq adlandırır. Və hər bir azğınlıq da oddadır. Bu da başqa bir hədisdə gəlir. Və kullu dalalətin finnər deyir. Və hər bir azğınlıq da oddadır. Fikir ver. Deməli, yeniliklər nədir? Azğınlıqdır. Hər azğınlıq oddadır. Parçalanma da yeniliklərdən olduğu üçün, deməli, o da özlüyündə bir bidətdir, azğınlıqdır və qadağan olan əməllərdəndir. Sonu da oddadır, yəni cəzası oddur. Allah korusun. Birinci hədis bu, müxtəsər olaraq. Bu hədisin şərhi genişdir əslində, sünnə kitablarında. Sadəcə bizə lazım olan yeri nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin parçalanmanı qadağan etməsi, cəmaat olmağa təşviq etməsi. Açıq aydındır burada.